Birinci dərs. Stil. Ayaq pəncəmizin üstündə durub, qarnımızı içəri çəkib, sinəmizi qabağa verib, əllərimiz açıq, bir halda ki, üst yana 90 dərəcə zaviyəmiz olur. Çənəmizi yuxarı tutub, baxışlarımız önümüzə doğru baxır. Qışlarımızda 4 dana bükük var ki, hər hərəkətin öz büküyü və öz mehvəri var. Qollarımızın da 4 büküyü və hər hərəkətin öz mehvəri var. Ayaqdakı büküklər. Birinci, pəncə büküyü. İkinci bükük, topuq. Üçüncü, diz. Və dördüncü bükük, ombamızdır. Ha belə qollarımızda da birinci, əl pəncəmiz, yəni barmaqların dib büküyü. İkinci, bilək. Üçüncü, dirsək. Və dördüncü, çiyinlərimizdir. Birinci hərəkət. Milli geriş. Milli geriş 3 numarada ifa olur. Ayaq hərəkəti. Birinci taban, ikinci pəncə, üçüncü pəncə. Əl və baş hərəkəti birinci stildəki izahlara tay, yəni çənəmizi yuxarı tutub və baxışlarımız qarşıya doğru tutulur. Bu hərəkəti də neçə cürə əl fiqurunda ifa edə bilirik. Gördüyünüz kimi. Birinci hərəkətdə dördüncü bükük, yəni omba və ikinci bükük, yəni topuq işlənir. İkinci hərəkətdə dördüncü bükük, yəni omba və birinci və ikinci bükük, yəni pəncə və topuq işlənir. Diqqətiniz olsun ki, bu hərəkətdə boyumuz aşağı və ya yuxarıya doğru getməməlidir. Yəni hərəkət sabit bir xəttin üstündə olacaq. İkinci hərəkət. Yapışdırma. Yapışdırma 4 numarada ifa olur. Tabanlar yerdən qalxır. Elə durduğumuz halda 3 yol pəncə üstündə bu hərəkəti vırırıq. Bu üç hərəkətdə birinci bükük, yəni ayaq pəncəsi və ikinci bükük, yəni topuq işlənir. Dördüncü hərəkətdə ayağımız dördüncü bükükdən, yəni ombadan qabağa gəlir və yerinə qayıtdığında 1 numara sayılır. Sonra bu hərəkət ardıca təkrar olur. Necə ki, yapışdırmanın adından bəllidir, bu hərəkət bizə kömək edir birinci dərsimizdə və öyrənmə dövrəsində hərəkətləri bir-birinə yapışdırar. Əl və baş hərəkəti də stil izahına tay olur. Yəni çənə yuxarı, baxışlarımız önümüzə doğru olur. Əllərin duruşuğu da birinci stildəkinə tay olur. Diqqətiniz olsun ki, burada da boyumuz aşağı və yuxarıya getməməlidir və hərəkət sabit bir xəttin üstündə əncam tapır.
Üçüncü hərəkət. Sındırma. Ayaq fiqorları. Sındırma hərəkəti 4 numarada ifa olunur. Enə doğru bir hərəkət. 3 numarada pəncə üstündə sağa hərəkət edirik. Və 4-cü numarada sol qıçımız gördüyünüz kimi sağ qıçımızı qeydçiləyir. Bu 4 hərəkət 4-cü bükükdən, yəni ombadan alınır. Əl fiqorları 1-2-3 numarada birinci istildə durmalıyıq. 4-cü numarada sol əl 3-cü bükük, yəni dirsəkdən bükülüb və əl pəncəsinə qədər başın dalısına gedir. Burada baxışlarımız açıq əlin dalısına doğru baxır. Burada əl fiqorlarımız gördüyünüz kimi neçə formda tutula bilir. Azərbaycan xalq oyunlarının hər bir hərəkətində bir gözəl, dərin məna yatır. Məsələn, bu hərəkətdə biz də əgər ayaqlarımızı bir rəssam qələmi hesablasaq, yerdə bir lalə gülü bizə naxışlayır. Yəni rəqs edən lalənin sapı, qolları yarpaq və naxış lalənin özü olur. Dördüncü hərəkət. Bir tərəfli Bakı. Bu hərəkət 3 numarada ifa olunur. Bu hərəkəti çarxın ayaq vurması kimi ifa edirik. Amma tərs tərəfdən. Elə ki, bir yol keçik bir atılmaqla bir dəfə bu ayağı gördüyünüz kimi vururuq. Və bu bir numara sayılır. Və 2 və 3 numarada ayaqların dəyişilməsində davam tapır. Əl fiqorları. Burada sağ əl açıqdır və əlimizin içi göyə baxır. Ha belə sol əl 2-ci və 4-cü bükükdən, yanı biləkdən və çiyindən göyə doğru 90 dərəcədə qalxır. Və sol əlin içi və baxışımız sağ ələ doğru çevrilir. Və ha belə əllər dəyişilir. Və deməliyəm ayaqlar da dəyişilə bilər. Və bu dəyişilmədə əllər də dəyişilir. Beşinci hərəkət. Çaqqılı. Bu hərəkət 3 numarada ifa olur. Burada sağ ayaq ombadan və dizdən qatlanıb və 90 dərəcə zaviyədən sonra sol ayağın sol tərəfində pəncə üstündə yerə qoyulur. Bu hərəkətdə hər üçü də atılmaqla əncam tapır. İndi bir dəfə atılmaqla sağ ayaq qabağa doğru gedir, o biri ayaqla yerində əkir. Və bu hərəkət beləliklə təkrar olur. Bu hərəkətin əl fiqorları da sındırma fiqoruna tay olur. İkinci açılıb, üçüncüdə sabit istildəki fiqora tay dayanır. Altıncı hərəkət. Göyçü. Göyçü hərəkəti də 3 numarada ifa olunur. Sağ ayağımız kiçik bir addımla sol ayağına yerini dəyişib, 2-ci numarada aynı hərəkətin tərs icrası olunur. Və 3-cü hərəkət ayaqların dəyişilməsi olur. Əl fiqoru da aynı çaqqılı hərəkətin fiqoruna tay olur. Və gördüyünüz kimi gahdan da dəyişilə bilir.
Deməliyəm köysə hərəkəti Azərbaycan rəqsinin gözəl və payı hərəkətlərindən birisidir. Ki başqa hərəkətlərlə tərkib olması gözəl bir cilvə yaradır.